dünənləri saat 1-dən akşam 12-nin yarısına kimi getmədiyimiz balınsa qalmadı. Semaşkada bizə yox dedilər. Bu xəstə biraz çox ağırdı, bunu götürməyin yeri yoxdur. Dünən gecə saatlarında xəstə Cəfərov Elnur Sabiroğlu Semaşka kimi adlanan xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət edib. Lakin şöbədən ona bildirilib ki, nə palatada, nə də reanimasiya şöbəsində yeri yoxdur. Bununla bağlı xəstə barometri qaynar xəttinə müraciət edib. Və biz hal-hazırda açıqlama almaq üçün yaxınlaşmışıq həmin xəstəxanaya. Lakin mühafizə xidməti bizə bildirdi ki, mətbuat katibinin, yəni mətbuat xidmətinin xəbəri olmadan heç bir çəkiliş apara bilmərik. Gəlin elə indi mətbuat katibinə, yəni Ruzbek Məmmədlə əlaqə saxlayaq. Gördüyünüz kimi mətbuat katibi ilə, yəni Ruzbek Məmmədlə əlaqə saxlasaq da, lakin telefonlarımıza cavab vermədi. Çəkiliş qrupumuz ərazidən ayrıldıqdan sonra qarşı tərəfin cavabı gecikməyib. Klinik tibbi mərkəzi mətbuat katibi Ruzbek Məmməd bizimlə əlaqə saxlayaraq bildirdi ki, hazırda qeyri-iş günü olduğu üçün sualları cavablandırmaq mümkün deyil. Qurum rəsmisi məsələyə yalnız növbəti iş günlərində aydınlıq gətirə biləcəyini qeyd edib. Şikayətçi isə Sabunçu Tibb Mərkəzində olduğuna görə üz tutduq ora. Sabunçu balnisasından biz çox razıyıq. Bizim xəstəni qəbul elədi, reanimasiyaya yerləşdirdi. Amma dünənləri saat 1-dən akşam 12-nin yarısına kimi getmədiyimiz balnisa qalmadı. Semaşkada bizə yox dedilər. Sonra Xatay Əfəndiyevdə bir dənə sivar edik, gəldi, çəkiliş elədi ki, baş həkimlə ki, bəs bu xəstə biraz çox ağırdı, bunu götürməyin yeri yoxdur. Nizami Tibb Mərkəzində həmçinin yerləri ola dedilər, yeri yoxdur. Dünənləri bütün saat 1-dən gecə saat 12-nin yarısına kimi biz balnisaların həyətlərində qalmışıq. Sağ olsun, buranın bu Sabunçu rayonunun 3 nömrəli balnisası biz gələn kimi bizi qəbul elədilər. Bəs Semaşko xəstəxanasından və ya Xətai xəstəxanasından müraciət etdikdə, gəlib yaxınlaşdıqda onlar sizə nə bildiriblər? Gəlib yaxınlaşdılar, baxdılar, həkim gətirdilər. Bunda heç bir xəstəlik yoxdur, bu sağlamdır. Və deyirik, sağlamdır, nətər bu, yıxılır axı. Dedilər, bizdə yer yoxdur. Axşamüstü saat 9-dan düz 12-nin yarısına kimi təcili tibbi yardımın koridorunda qalmışıq. Qəbul eləmədilər. Həkim gəldi, yaxınlaşdı ki, bizdə yer yoxdur. Yəni palatalarımız doludur, biz götürə bilmirik. Biz reanimasiyaya götürə bilmirik. Ancaq belə palataya götürə bilərik. Palataya da mənə lazım deyil, mən palatada buna sistem köçürülməlidir, buna nə bilim, iğnə vurulmalıdır. Mövzu ilə bağlı tibbi ərazi bölmələrinin idarə etmə birliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 24 mart 2026-cı il tarixində 1981-ci il təvəllüdlü şəxs müxtəlif tibb müəssisələrdə müraciət edib. Aparılan ilkin müayinələr zamanı pasiyentin klinik vəziyyəti qiymətləndirilib və diaqnozuna uyğun olaraq adiyyəti profillər üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin olunub. Məlumat üçün qeyd edirik ki, psixotik epizodlarla müşayiət olunan yanaşı xəstəliyi fonunda pasiyent ixtisaslaşmış mütəxəssis tərəfindən də müayinə olunub. Bu səbəbdən hospitalizasiyaya ehtiyacı somatik şikayətlərə uyğun olaraq dəyərləndirilib. Pasiyentin müxtəlif tibb müəssisələrinə yönləndirilməsi hər bir müəssisənin profilinə, onun instrumental diaqnostik müayinələrə cəlb olunmasına, mövcud ixtisas həkimlərinin təminatına və çarpayı fondunun doluluq səviyyəsinə uyğun şəkildə həyata keçirilib. Qeyd edək ki, müraciət sayını nəzərə alaraq, bəzi tibb müəssisələrində çarpayı fondu tamamilə doludur. Hazırda pasiyentin müalicəsi Sabunçu Tibb Mərkəzinin terapevtik reanimasiya şöbəsində davam etdirilir. Ona zəruri tibbi xidmətlər göstərilir. Vəziyyəti ağır qiymətləndirilir.